Ötən gün 85 yaşı tamam olan xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. Bugün TV xəbər verir ki, sənətkar özəl gününü paytaxtdakı məkanlardan birində, yaxınlarının əhatəsində keçirib. Gecəyə müğənninin ailə üzvləri, dostları və sənət aləmindən simalar qatılıblar. Gecədən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntüləri təqdim edirik. Nesillərin qəlbində silinməz iz qoymuş çox değerli sənətkarımız Flora xanım Kərimova üçün bir gürültülü coşkulu alqışlar səslənsin. Zəhirə xanıma çox sağ ol. Bugün can yandırdı, bugün... Hüsniyə Salmanova, Samir Əliyev, Bugün TV.